Xaçmaz şəhərində qətl hadisəsi baş verib. Rayonun Aşıq Ələsgər küçəsindəki fərdi yaşayış evində 1981-ci il təvəllüdlü Emin Nəzmulla oğlu Cəlilov tüfəngdən açılan atəşlə güllələnib. O aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Qətli törətməkdə şübhəli bilinən köhnə Xaçmaz kənd sakini 1988-ci il təvəllüdlü Rafiq Sadıq oğlu Həbibov tutulub. Qohum olan şəxslər arasında yaşanan qanlı hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Çıxıb damda gizlənib güdü vurur. Kişi gəlib namazını qılmağa evdə tutuşdu. Gəlib keçib burada çaynikini yapar verirsin. Daldan qəfildən 4-5 metrdə 4-5 metrdən vurub xala olmuş. Hadisə yerindən Rafiq Həbibovun qanunsuz saxladığı bir ədəd tüfəng götürülüb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Cəfər Talıb, Layiq Qələndərli, APA TV, Xaçmaz.